Salam, mənim balalarım. Atalarım pulları yığıblar kassaya. İndi bu günlər kassamızı doldurdular. Deyirlər, ata kassamız doldu. Açaq kassamızı. Bu bizim kassamızdır. Balalarımın atası üçün yığdıqları vəsaitdir. Bizim dadayla yağmurun kassası. Bunu açaq, görək bu nə qədər pul yığıblar. Ay maşallah. 60 gün ərzində yığılan pullardır. Uşaqlar atasından hər gün qiyalıq yığır. Bunları indi mən sayım. Görün mənim balalarım 60 gündə nə qədər pul yığıblar. Elə dərsdir. Atanım aç elə. Atanın indi pul yığmışsınız ki, ata sizi çox istəsir. Ay çox boy uşaqları. Əli qaldır. İndi bunları sayaq görək nə qədər pulumuz var. Demək, bunlar onun eləyə yığaq. Görək nə qədər pulları var mənim balalarım. Yığın bura uşaqlar. Şuranın çəkayına yığaq bura hamısı. 50 qəpiklər verdilər. Yollar saxla qızım buraya. Bunları verin. Ata bunları verin. Sayaq görək nə qədər. Bunlar bizə dağıtsın. Onlar da siz yığın. Deməli, hər sırada 6 qəpik var, 10 sıradır, hərəsində 6 dənə qəpik, 3 manatdır. Hələlik 15 dənəsini yığmışıq, hələ yenə var. Görək nə qədərdir. Yığaq, sizə mənim. Sizə yığmışsınız onlar, 20 qəpiklər də 20 qəpiklər nə qədərdir? Bəxtdir, yığ onlar, 2, 4, 6. 9, 10, 20, 30 dənə, arası da 6 dənə, 182 dənə. 182 dənə 50 qəpiyimiz var. İndi 20 qəpikləri yığaq görək, bunlar nə qədərdir? İndi isə 20 qəpikləri yığırıq, 5-5 yığırıq. Hər şeydə 1 manat olsun. Onlar da yığırıq deyə bizim. Aynen, size 5-5 edək. Deyək ki, ay malades bəkrəmə. Malades 5-5 yerlisən, dəxdir. Aferin uşağa, yığın verin hələ. Var orada, ay maşallah. Bir dənə də 50 qəpik burada. Dəxdir, yığ ver, tez elə. Nə qədər qalır? Hələ var orada. Yenə var, verin görək. Gözlü uşaqla dağıdırsınız bunları. Gözlə daxdır oraya. Qaldı orada, bax götür da elə gör altında qalmayıb. Daxdır. Yavaş düş aşağı. Aferin. Deməli nə qədərdir? 3 dənə burada qəpiy artıq qaldı. Sakit yandı. 3 də burada. Deməli 50 qəpiklərimiz. Saat gözlə də gözlərimiz. Görək nə qədərdir. Deməli, hər sırada 1, 2, 3, 4, 5, 7 dənə 2, 4, 6, 7. Deməli, 2, 4, 6. Burada 5 dənə düzəlir. Deməli, hər sırada 6 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 20, 30. 30 dənə 6-nın 180, 2, 4, 5. 185 dənə 50 qəpiyimiz var. Deməli, bunu hesablayaq görək nə qədərdir. 185 təxminən eləyək 92 manat 50 qəpiy eləyəcək. Deməli, 185 vurulsun 50 qəpiyə. 92 manat 50 qəpik. 50 qəpiyimiz var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 20, 30, 39 manat
39 manat 60 qəpikdə 20 qəpikliyimiz var. 39 manat 60 qəpik. Cəmsi 132 manat 10 qəpik. Deməli 132 manat 10 qəpiklik mənim balalarım atasına xeyir verdilər. Bunu yığıblar, deməli 2 aya yığmışsınız. Gündə 2 manat 20 qəpik. Afərin uşaqlarıma. Deməli 132 manat 20 qəpik kassamızdan pul çıxdı bizim. Bərəkətli olsun. Ruzunu bərəkətli olsun. Deməli 185 dənə 50 qəpikliyimiz çıxdı. 20, 30 deməli 10 5 50 100 150 5 10 20 25 30 40 45 50 55 60 neçə elədi bu? 10 20 30 40 50 100 150 198 dənə. 198 dənə yamır dayandı qızım. 198 dənə 20 qəpikliyimiz var. 185 dənə də 50 qəpikliyimiz. Deməli bu gördüyünüz banka 800 qramlıq tomat bankası. Deməli 185 dənə 50 qəpik tutur. 198 dənə də 20 qəpiklik. Deməli 385 dənə qəpik tutur. İndi növbəti uşaqlar deyir ki, hədəfimiz, Yağmurun hədəfi budur. Afərin qızıma, o belə yığımcılıq. İndi gələn dəfə bu bankaya yığarıq. Malades qızıma, gələn dəfə görüşənə qədər. Sağ olun, sağlıqla qalın.